Herkese salamlar dostlar. Necəsiz? Yəqin ki, yaxşı olarsınız. Uşaqlar, uzun bir aradan sonra, təxmini 2-3 həftədən sonra yeni bir videomuzdayıq. Və uşaqlar, artıq yəni deyəsən final videomuzdayıq. Yəni deyəsən axırıncı çəkdiyim videodayam demək istərdim. Amma mən o qədər belə tip bir insanam ki, sizin əziyyətinizi də, özümün əziyyətimi də yerə vurmaram uşaqlar. Bilmirəm, yəni bilmirsiniz, mən 9-cu sinifəm, yəni 9-cu sinifə hazırlaşıram. Hədəfim də çox yüksək baldır. Yəni ona görə də bərk möhkəm hazırlaşmalıyam. Nə yəni mənə telefon icazə olunacaq, yəni icazə olunacaq, yəni vaxtım olmayacaq onsa, icazə olunsa belə, yəni mən telefon oynaya bilməyəcəm. Nə bilim ya televizora baxmaq falan, yəni vaxtım olmayacaq. Çox güclü hazırlaşmalıyam ki, hədəfimə çata bilim. Amma uşaqlar, sonradan da fikirləşdim ki, mən 3 illik əziyyətimin hamısını yerə vurmuş olaram. Qaqalarımın hamısını itirərəm mən. Dostların hamısını itirərəm. Ona görə də uşaqlar, çalışdığım qədər həftədə 3 dəfə, 4 dəfə video atacağam. Yəni səhər tezdənlər 6-da, 7-də duracağam. Sizin üçün qəşəng videolar çəkəcəm. Onda elə start indidən verək. Yəni mən bunu indi gecə çəkirəm. Yəni vaxtım olanda arada sırada çəkəcəm. Yəni maraqlı bir kontentlə qarşınızdayam. Nə edəcəyik uşaqlar? Bilirsiniz ki, Car Parking Editor adlı bir şey gəlib Car Parkingə. Yəni burada istədiyiniz kimi bina düzəldə bilirsiniz, ev düzəldə bilirsiniz, yəni nə bilim bir park kimi bir yer düzəldə bilirsiniz. Yəni öz xəyal gücünüzlə bəzi şeylər edirsiniz. Və mən də uşaqlar bununla bir şeylər eləmişəm. Başlığında gördüyünüz kimi maşınlarımı rampadan tullandıram, amma Car Parkingin ən çox sevilən 10 maşınını rampadan tullandırıram. Elə birincisi mənə görə, yəni mənə görə deyil, mən ChatGPT-dən soruşdum. ChatGPT də deyir ki, Car Parkingin ən sevilən 10 maşını hansılardır? Biz bu bölümdə 5 dənəsini tullandıracağıq. Əgər çox demirəm 20 dənə də like gəlsə, gələn bölümdə digər 5-ini tullandırarıq. Məsələn bu listədə var Nissan GT-R var, Supra MK3 var, Mitsubishi 3000 GT, yəni yeni gəlibdi amma o qədər də çox sevilir. Yəni məndə yoxdur, eyb olmaz, onu tullandıra bilməyəcəyik. Sonra Supra'nın köhnəsi var, MK4, yəni R35 var Nissan, BMW-lərdən F10 var. Yəni bu maşınları bu bölüm tullandırmağa çalışacağıq. Onda elə start verirəm Supra MK3 ilə. Belə bir rampadır. Birinci gəlin mən sizə bu rampanı izah edeyim. Burada dronumuzu götürürük. Belə bir dənə yer düzəltmişəm. Bu rampadan tullanacağıq. Düz beləmdüz. Baxın, belə bir yerdən keçirik. Bu birinci. Bax, bu ikisi bir. Sonra, yəni buralar çətindir. Yəni bunu keçmək çətindir. Elə bilmin ki, az yerdir. Bu ikincidir. Bu üçüncüdür. Dördüncüdür. Ən sonda da, yəni gəlib buranı bitirən maşın. Həqiqətən də Car Parkingin ən çox sevilən maşın adına layiq görüləcək. Niyə belə elmi dildə danışdığımı soruşmayın, çünki dərslərə başım qatıb. Supra MK3-dən başlayırıq. Yəni uşaqlar çətindir, məsafədə azdır. Belə bir dənə də bir şey düzəltdim ki, buradan başlayaq. Onda elə qaza bastım, çox uzatmadan. Aha, 1 2. Məsələn, Supra MK3 o qədər də, yəni sürətli deyilmiş, stok vəziyyətdədir deyəsən. Görün mən nəsə üstünə atmışammı? Hətta yəni heç birisi 1700 ola ikincisində qaldı. İnşallah bunların hamısını ChatGPT-dən öyrənmişəm. Yəni ədalətli necə tullanmalı? Məsələn, bax bu qoyulan rampa var. Rampanın dərəcəsinə qədər ədalətlə hamısını ədalət şükür. Onu yəni ChatGPT-dən soruşmuşam. O da deyib də yəni ki, belə bir forma düzəltsən daha uyğun olar. Gəldi, birincisini keçdi, ikincisində burada dayandı. Bizə lazımdır ki, yerindən götürmək yaxşı olsun. Lap uça etsənsə gəlsin, yəni sona qədər çatsın. Onda keçirik ikinci maşınımıza. İkinci maşınımıza keçək, amma ki biraz dəyişikliklər etdim. Yəni o dedim 45 dərəcə ilə falan dəyişmək falan ChatGPT-dən öyrəndim. Daha yaxşısını yəni öyrəndim. Bu dəfəki 62% ilə oldu. Yəni bunlar dəyişik uşaqlar. Buradakı bu şeyləri falan da qırdım. Biraz da dəyişikliklər falan etdim. Biraz da bunu belə böyütdüm və təzədən yəni düzgünlük olsun deyə yenidən bu maşını rampadan tullandıracağam. Yəni yenə də birinci maşınımızdayıq. Buradakı bax buradan başlayacağıq. Və getdik. Bu məncə indi 2-dən daha çox tullanacaq.
Bir dəqiqə. En lazımdır ki, tullana bildi ki, bir ikidən də artıq tullansın bu. Aha, getdik. İndi normal tullanacağım, ümid edirəm. Qəşəng. Oy, 3-ə çıxdı, 3-ə çıxdı, 3-ə çıxdı, 3-ə çıxdı. Bura qədər gəlib çıxmamışlar. Bizi maraqlandırmır. Bizə lazımdır ki, tam belə başa düşdü polisəm bildi. Bizə lazımdır ki, tam belə göydən belə düşsün, gəlsin üçüncüsünə. Burada elə bir ki, birincini keçdi, ikincini keçdi, gəlib düşdü o şey tırqaval. Yo, bu dəfəki yaxşı oldu. Bu Supra bu dəfə yaxşı keçdi. Hər yerdə girdi, hər yerdə ilişdi, əla. Yəni ən çox sevilən Supra, ən çox sevilən maşınlardan biri Supradır. Bu 3 dənəsini keçməyi başardı. İndi keçirik ikinci ən çox sevilənə. Zirdim. Ən çox sevilən maşınlarımızın içində bir də BMW F10 var. Biz bu F10'u yoxlamalıyıq. Stok vəziyyətdə deyil məncə. Sarı mənim cüzəm var idi, sarı cüzəm. Aha, F10'umuz 561 tipdədir. Yəni istəyirəm ki, yəni heç bir insan məncə yəni bu stok vəziyyətdə sürmür. Hamı bunun hiçbirisini verir də, yəni maksimum dərəcəyə çatdırır məncə hiçbirisini. Yəni ona görə də maksimum hiçbi ilə stok vəziyyəti yox. Hamısının hiçbirisi ilə sürəcəm. Mənə görə şalar V124 qazanar. Çünki V124-ün Ruvox zadı karbonik də daha yaxşıdır. Yəni yerindən götürməyə zadı zordur maşının. Yəni listədə V124 var. Sonra Supra, nə bilim R35 olsun, MK4 olsun, Mitsubishi olsun. Yəni belə maşınlar falan var. Gəldik F10'umuza, sarı cücəmizə. Bayaq bundan bir dənə tullandırmaq istədim. Yəni heç birisi az idi, 561-də idi. Çox da yaxşı getmədi. İndi bunları açmayaq, bunlara ehtiyac olacaq. Aha. Sürətlə gedəcəm. Hələ bu F10'a mənim heç ümidim olmadı. 2-ni keçsə də şükür eləyin. 2-ni keçsə yəni şükür eləyin. Oba, belə dedim də 2-ni keçsələr. Burada neçələri saymadım mən. Gəldi düşdü bura. Bax 1 2, 3, 3'e düşdü, məzələnmə. Bura gəldi bu. 3, 4, 5-ci bəsanı. Sayamadım. Bir dəqiqə. Bax bu 1, 2, 3, 4, 5-ci də finalı keçənə qədərdir. Bu elə bir ki gəldi. Buradan 1, 2, 3. Elə bir ki Supra ilə eyni yəni yerə düşdü də. Yəni məncə bu 5 dənəli bölümdə, 5 dənə olanda keçənməyəcəklər. Yəni keçən bəlkə də olacaq. Yəni deyək ki bir Supra düşdü, bir də ki nə bilim GTR R35 düşdü də. Hər ikisini onda da başqa videoda fight elətdirəcəyik, döyüşdürəcəyik. Onunla seçəcəyik, keçirik 3-cü ən çox sevilən maşınımıza. Bunu elə bir ki yerindən götürmək biraz daha da yaxşıdır. Bunu elə bir ki biraz daha yaxşı yerindən götürür. Hər nəsə, burada saxlayaq. Mən bunu heç logo zat düzəltməmişim. Yadımdan çıxdı bütöv. Mən bu maşını əslində logo zat düzəldəcəkdim. Heç o da yadımdan çıxdı. Aha, 3, 2, 1 Mercedes. Səndən gözləntim çox böyükdür. Çox böyükdür. Oy, bu 4-ə çıxdı. Vallahi billahi bu 4-ə çıxdı. Bu 4-ə gəldi heç sənsə. Yəni videonu biraz dala versin. Gəldi baxın, düşməyə bax bura şeyə gəldi. Bax burada, bax imeni bax burada gəldi düşdü bu. Elə bir ki, bax 1 bax o 1 2 3 4-cüsünə. 5-ci tuşalar ən sonudur bax. 5-cisi də bax buradır. Yəni 5-ci yəni buranı keçə bilsə bax bu şeylər var bax bura. Yəni bunu bütöv keçə bilsəydi əgər tam üstdən tullanıb 10 da yəni qazanan bəlkə də Mercedes ola bilərdi də. Yorumda da bunların hamısını yazacağam. F10 nətər idi, Supra necə idi? Yəni hamısının rəqəmlərini, keçişləri, nədir, daş saylarını hamısını yazacağam. 4-cü ən çox sevilən maşın Koenigsegg dedi. Koenigsegg məncə uşaqlar çox adam sevməz deyə bunu. 2 milyondur. Allah da yəqin ki bu köhnə Koenigsegg dedi. Yəni mən bu yəqin alım baxımından deyir də, insanların alma baxımından deyir. Deyib olmaz, bunda yox, yəni problem deyil. 1500 bu stok deyəndə tam da belə modifiyə eləmədim də. Sadəcə hiçbirisini qoydum, onsa bizə hiçbirisi lazımdır. Maşını hiçbir sürür, modifiyəsi yox. Hayırlı cumalar. Ana git denmez. Hayırlı cumalar.
Neyse neyse. Oyun açılmadı Allah qoysa bu oyun geçərsiniz ki mən yavaş-yavaş qəzəlləri girişəcəm. O oyun kanal adını siləcəm qoyacağam ki Qəzəl Pros. Oyun yox Qəzəl Pros. Doğrudan elə bir şey eləyə bilərəm meyxana zadı dakı çıxdı. Hə. Koenigsegg 4-cü ən çox sevilən maşın. Yəni mən gözləyərdim ki başqa Mercedes falan desin. Koenigsegg heç yəni gözləməzdim. Nə danışır bu hər nəsə. Bismillah. Mən Koenigsegg-dən çox aşağı nəticə gözlədim. Çünki yerindən götürməyə o qədər... Neyir abi? Oy. Məzələm. 4 yarıma qədər. Hadi yaxşı da. Yaxşı. Çox özündən çıxma. 4 yarıma qədər gəldi. Uşaqlar, məncə Koenigsegg-ə bir dənə də şans verilə bilər. Çünki tam da görmədim. Bu haqqı var imiş bunun ən çox sevilən maşın olmasına. Birində də eləyəcəm uşaqlar. Çünki haqqı var məncə. Bu 4 yarıma qədər getdi. Tam da 5 olmadı. Fikir verim bir dənə. Bax, sürdüm. Aha, tullandı. Ayda tam 5'ə çıxmır. Uşaqlar, tam 5 bir sən necə deyirəm. Elə bir şey baxın, üstdən tullansın tam gəlsin məsələn mənim olduğum yerə qədər düşsün. Bu gəldi elə bir şey buralarda düşdü. 4 yarıma qədər. Ramaq qalmış. Acın bir damcıda belə daldan başlasaydım, o da başqa maşınlara da aləsi olacaq da. Yo, Koenigsegg vallahi qəşəng gəldi. Mən yəni xoşuma gəldi. Sıradakı maşınımız bu sırada maşınımız sıradakı maşınımız Passat imiş. Məndə də Passat yoxdur. Onda yəqin Passat şey deyirdi. Yəqin ruslar da sürür, türklər də çox sürür. Passat sonra listəyə də baxım. Başqa. R35'ləri biz yoxlayaq da. R35'ləri çoxlamamışıq. Amma R35'in bizdən köhnəsini istəyir. Görün məndə köhnəsi varmı? Hə, köhnəsi var. Yəni təzəsini çox adam sürmür. Ən çox sürülən yəni köhnəsi imiş. Bu da yəqin ki stok vəziyyətdə deyil. Heç birisi yüksəldilmiş vəziyyətdədir. Bu da bizim 4 maşınımızdan ən yaxşı nəticə göstərən hələ ki Koenigsegg olubdu. İkinci ən yaxşı nəticə göstərənimiz Mercedes V124. Sonra Mitsubishi ən sonda da F10. Çünki F10'un yerindən götürmək o qədər də yaxşı deyil. Mən onu full vəziyyətdə, yəni stok vəziyyətdə idi. Hətta motorunu da apardım, gücləndirdim. Yenə də, yəni o maşının yerindən götürmək yoxdur. Real həyatda da elədir, oyunda da elədir. Yəni fərqi yoxdur. Maşının heç pisi mənə yormasından olar. 25 uşaqlar, 2563'dür. Yəni digər maşınlar kimidir. Sürüşündən bilinir uşaqlar, sürüşündən bilinir ki maşın deyil. Bu nə səsdir? Maşından dizel səs çıxır. Maşında elə bir ki nəsə sürdür əməlli başlı. Ya belə maşın olar ama. Benzin GTR-dan dizel səs çıxır. Hər nəsə, bizə şəhərimizi bir dənə versin sən Allah. Aha. Gözəl. Elat. Şöyle bir şey diyeceğim ben. Car Parking 2 oynamaq istəyirəm. Yəni videolarda oynamaq istəyirəm. Əgər yəni Car Parking 2 oynamağımı istəyirsinizsə, yorumlara yəni Car Parking 2 yazmağı bir dənə yazın ki, ya da yazın ki, məsələn oyna falan. Hemen sizin fikirlərinizi öyrənim də. Hər nəsə, sonuncu maşınımız R34. Qaza bastım. Heç yaxşı nəticə gözləmirəm. İkincisini güclə keçdi bu. İkincisi. Ən pis yəni nəticə göstərən BMW belə gəlmişdi 3-cüyə qədər. Yox, bir dəqiqə. Videonun dalı eləyib baxacağam. O birisilər 3-ə qədər gəlmişdi. Bu 2-yə qədər gəldi. Hə. Bir dənə Mercedes gəldi. Bax bu biri keçdi, gəldi elə bir ki, bura düşdü də. O birisi Mitsubishi falan gəldi. Ha, buralara qədər gəlmişdi. Allah, mən gözləmirdim. Sürtür. Bunun bir də səsinə baxın. Elə bir nəsə sürdür, ya təkər sürtür, ya dizgi sürdür, axırı nəsə sürtür də. Hər nəsə demək istəyirəm uşaqlar. Artıq mənim hazırlıq vaxtım gəlib çatıbdır. Mən gedib dərslərimi oxumalıyam ki, böyüyəndə adam olum. Rahat pulumu qazanım. Aya bir 20.000 dollar, 25, bir 2.000 dollar, 3.000 dollarlıq bir maaşla həyatımı yaşayım. Car Parking oynamaq mənə heç bir şey qatmır. Telefonumda zaryadkası yoxdur onsuz da. Sağ olun, amma narahat olmayın. Sizi tək qoymayacağım. Bay bay.